təxəyyülümüzdə, düşüncələrimizdə, həyatda nə qədər bu gözəlliklər var, o ruhun vasitəsilə onları duyuruq, hiss edirik. Allahın özündə olan bütün gözəl xüsusiyyətləri Allah o ruha qoyub. Və buna görə insan bütün Allahın yaratdığı digər məxluqlardan üstündür. Allahın ən gözəl əsəridir. Nəsimi deyirdi ki, ey özündən bixəbər qafil oyan. Yəni, özünü bilsə hər bir insan, sevindiyindən bəlkə də ürəyi partlayar, ölər. Ruhdan başqa bu insanın, bu fizik bədənin içində daha bir vücud var, ikinci vücud. Biz deyirik nəfs. Nəfs hiss deyil, duyğu deyil. Siz demə, o nəfs, o da bir vücuddur. Baxın, çox möhtəşəm və çox maraqlı məsələ. Bu iki vücud mübarizədir. Daimən mübarizədədir. Ruh da həmişə Allaha can atır, nəfs isə tam tərsinə istəmir onu. Nəfs bu dünyadan yapışır. Ona görə Ramazanda nəfsimizi sanki cilovlayırıq ki, ruhumuz inkişaf etsin. Ruh bədəndən çıxanda insan ölmür. İstədiyi vaxt bədəni tərk edir, istədiyi vaxt qayıdır. İnsan bunun fərqində deyil. O birisi ki, ikinci vücud nəfs, deməli, 3 halda bədəndən çıxır. İnsan yatanda, yuxuya gedəndə, huşunu itirəndə, özündən gedəndə deyir və bir də ki, vəfat eləyəndə. Məhəmməd Füzuli buyurur ki, canı canan diləmiş verməmək olmaz eydil. Can deyəndə ruh nəzərdə tutulur, canan Allah. Deyir ki, canı canan diləmiş, ruhu canan Allah diləmiş, əmr eləmiş, diləmiş ki, canı canan diləmiş verməmək olmaz eydil. Dil deyəndə məhz deyirik ki, qəlb. Bax, qəlb deməli, siz demə elə o nəfsin içindədir. Salam, əziz Amin izləyicilərimiz. Bugün çox gözlədiyiniz və sevimli bir qonaqla studiyadayıq. Azərbaycan xalq artisti, sevimli müğənnimiz Eyüp Yaqubovla. Xoş gəlmişsiniz Eyüp müəllim. Çox sağ olsun, Müşfiq müəllim, çox sağ olsun. Necəsiz? Allaha çox şükürlər olsun, çox yaxşıyam və çox sevinirəm ki, sizinlə şükür Allaha ki, görüşdük. Həmişə sizi izləmişəm və böyük zövq almışam həmişə. Fəxrimizsiz və şükürlər olsun Allaha ki, Allah qismət elədi, görüşdük və bu gözəl bir vaxta təsadüf elədi görüşümüz. Ramazan ayına, bu müqəddəs Ramazan ayına təsadüf eləmək 2 qat, 3 qat xoşdur. Gözəllikdir, bəli. Bu ayda biz belə bir mövzu istəyirik sizinlə söhbət eləyək. Sizin də maraq çərçivənizdədir. Bu, mən də gəncliyimdə çox maraqlanmışam. Təsəvvüf mövzusudur. Mən hətta bir kitab da tərcümə eləmişəm təsəvvüf ədəbiyyatından, hələ də İdris Şahdan. Orada hekayətlər var idi, dərviş hekayətləri. Mövzu mənə də yad deyil, biraz belə biganə olmadığım mövzudadır. Ona görə bir sıra məsələləri istəyirəm sizinlə bir müzakirə eləyək. Məsələn, bu təsəvvüf mövzusu bəzi ağıllara belə gəlir ki, bu sanki İslamın içində əlahiddə bir ayrı bir şeydir. Yəni, İslamın bir yolu var, ümumi ibadət yolu, falan, zəkat yolu, oruc yolu. Bir də bu yandan sufizm özü də bir yol olaraq ortalığa çıxıb sanki bir çaşqınlıq da yaradır ağıllarda. Sanki İslama paraleldirmi bu, ya onu daha dərin bir yoludurmu? Nədir bu? Sizin üçün təsəvvüf deyəndə nə nəzərdə tutursunuz? Təsavvuf və sufilik mən düşünürəm ki, İslamın məhz tərkibidir, tərkib hissəsidir. Yəni, mahiyyəti, məğzidir. Klassik bizim ədəbiyyatımız, yəni ürfan üzərində qurulur. Ürfan, sufilik, təsavvuf üzərində qurulub. Təbii ki, hər kəs axtarır həyatda. İnsanın, ümumiyyətlə, Allah insanı belə yaradıb ki, hər bir insan axtarışdadır. İndi kimlərsə, necə o... Baxın, nə axtarır da? Biri həzz axtarır həyatdanca. Amma bilirsiniz nə demək istəyirəm? İnsanın, bizi yaradan Allah deyir ki,
Qurani-Kərimdə, müqəddəs Qurani-Kərim. Biz insanı hənif fitrəti ilə yaratdıq. Hənif fitrəti ilə yaratdıq. Yəni insanın içinə elə bir proqram qoyulub ki, hər bir insanın içinə. İnsan o mütləq həqiqəti axtarmaya bilməz, bəli. Və axtarıb tapmalıdır. Çünki insanın içində bu var. Hənif fitrəti, yəni o aram tapmır onu tapmayınca. Bəli, aram tapmır onu tapmayınca. Gəlirik bu dünyaya, insan gəlir, doğulur, yaşayır. Mərhələlər var da. Bu deyirlər ki, bu dünya sınaq dünyasıdır, imtahan dünyasıdır. O mərhələləri keçəndə çoxları nəsə ilişib qalırlar. O hansısa, mən obrazlar deyəcəyəm ki, nələrdəsə ilişib qalırlar, gedmir, axtarış dayanır. O Məlik Məmmədin qardaşları o yolda dayanırlar, hərəsi biri. Çox gözəl dediniz. Bəli. Biri eş-işrət odasında ilişir qalır, biri nə bilim hakimiyyət odasında ilişir qalır. Ancaq Məlik Məmməd gedir almalara qədər. Nə gözəl dediniz, Məlik Məmməd. Və o Məlik Məmməd kimilər də əfsuslar olsun ki, az olur. Çox az. Yəni o öz, belə deyək, öz təyinatını gerçəkləşdirən, reallaşdıran, gerçəkləşdirən az kəslər olur ki, mən də yəni nələrdən həyatda o keşməkeşlərdən keçə yəni ilişib qalmadım, şükürlər olsun Allaha və elə bir bizdə bir söz var da, axtaran tapar, arayan tapar. Şükürlər olsun Allaha ki, Allah gətirdi bir nöqtəyə, bir yerə çıxartdı ki, və o həmin o mütləq həqiqəti Allah nəsib elədi. Çox şükürlər olsun. Belə bir şey var ki, yəni hər kəsin öz həqiqəti var. Belə deyirlər də. Hər kəsin öz həqiqəti. Bu mütləq həqiqət deyil də, təbii ki. Nisbi həqiqət. Nisbi həqiqət. Seyyid İmadəddin Nəsimi deyirdi ki, kimsə güman zənn ilə olmadı haqq ilə bilir. Həqqi bilən yəni, bilir güman, ki, mən... Bəli, həqqi bilən bilir ki, mən zənn-i gümana sığmazam. Deməli, zənn-i güman, o insan, hər bir kəsin o öz zənnidir. Bu mütləq həqiqət deyil. Yəni, hərə öz... Həm də bu biraz rasional ağlın tənqididir. O tərəddüd, güman eləyir, hipotez qoyur, onu rədd eləyir və ya doğruldur. Bu biraz elmi təfəkkürün tənqididir, deməli, başa düşürəm Nəsimidə həm də. Yəni, güman zənn ilə var, yox məsələsi. Bəli. Özün tək mümkün deyil. Yəni, sən gəlib bir yerə çatasan, əsasdakı o mütləq həqiqəti aşkar eləyə biləsən. Bu mümkün deyil. Sənin niyyətin həqiqətən də gözəldirsə, əvvəlki mərhələlərdə, etaplarda sən bunu bilmirsən. Bizi bizdən yaxşı tanıyan Rəbbimizdir, bizi yaradanımızdır. O sən heç özündə bilmədən o sənin işini bilir və səni yönəldir. Bir də görürsən ki, bir zaman keçir, vaxt keçir, bir də görürsən ki, elə şeylər açıldı sənə ki, düşünürsən, saf şükürləyirsən, adam heyran qalır ki, deyirsən, sənə şükürlər olsun Allah. Deməli, Müşfiq müəllim, hər dövrdə Allahın seçdiyi kəslər, şəxsiyyətlər olur ki, onlar o mütləq həqiqəti insanlara çatdırır. Və şükürlər olsun Allaha ki, Allah qismət elədi, o şəxslə mən görüşdürdü. Bu yerdə bir sual vermək istəyirəm. Bu nöqtənin özü də çox belə sufizmə tənqid edilən tərəflərdən birisidir ki, məsələn, sufizmdə şeyx, mürşid obrazı var. Bu çox önəmlidir orada ki, bir insanın həyatına bir müəllim gəlir və o onun əngəllərini aradan qaldırmağa kömək eləyir və onun həqiqətə yolunu asanlaşdırır. Biriləri də deyirlər ki, bu Allahla bəndə arasına bir vasitəçinin girməyidir, bir başqasının girməyidir və bu cür tənqid edirlər. Halbuki Quranda belə bir ayə var ki, Allah onu bir biləndən soruşur. Yəni bir bilən axtarıb tapmalı olursan ki, onun vasitəsi ilə özündən biraz ayrılasan, bir də həqiqi biliklə təmasda olasan. Buyurun sizin təcrübənizə. Bəli, mütləq 100%.
Yunus Emre də böyük Bəli, sufi, şairlərdən, dərviş. dərvişlərdən, Allah dostlarından biri dedi ki, nə qədər bilsən də, bütün Quranı da əzbərləsən də, sən onun mahiyyətini anlamayacaqsan. Deyir, bir kamil mürşidə varmasan olmaz. Bəli. Yunus, Var. bir kamil mürşidə varmasan olmaz. Yəni, mən bilirsiniz necədir, belə məhtəl qalıram bu fikri deyənlərə ki, Allahla heç kəs olmamalıdır insanlar arasında. Bu qətiyyən düz deyil. Niyə? Çünki mərhələlər var axı, mərhələlər. Sən insan bu həyatda yaşayır və müəyyən o əsas mərhələyə də keçmək üçün mütləq bir kamil bir insan, bir mürşid olmalıdır ki, müəllim, vasitəçi, bələdçi. Mütləq. Çünki növbəti mərhələyə keçsən, hardan özün necə bilə? Bəs niyə görə onda sual? Peyğəmbərləri Allah göndərir. Bəli, onlar da vasitəçidirlər. Bəli, onda onları göndərməzdi də Allah. Elə deyərdi ki, elə özünüz kitab göndərirəm, oxuyun. Hə, özümüz onda özümüz birbaşa. Bu çox yəni cahil bir fikirdir. Ona görə də məhz müəllimlərə bu sufilikdə mürşid, mürid məsələsi bu mütləqdir, vacibdir. Və şükürlər olsun ki, deməli, qismət elədi Allah, həmən o mürşidi kamil bir insan Allah qismət elədi. Baxın, nə qədər gözəl, yəni dəqiq, aydın hər şey. Yəni, baxın, həmi Tövratın, həmi İncilin, həmi bizim Quran-ı Kərimin, deməli, bütün müqəddəs səmavi kitabların mahiyyətini açdı. Məğzini açdı. Quran-ı Kərimimizdə, deməli, Casiyə surəsi 13-cü ayədə Allah buyurur ki, bütün yaratdığımız kainatı, bütün məxluqatı, hər bir şeyi insan üçün yaratdıq. Və Allah bilirsə ki, həmişə özünə biz deyərək müraciət. Bəzən mən. Bəzən mən, bəzən biz bə. Deyir, bütün kainatı, bütün məxluqatı insan üçün yaratdıq. İnsanı isə özümüz üçün yaratdıq. Bir nöqtə, bir kod var. Yəni, insan onu bilməlidir. O da nədir? Bilməli, əvvəla insan özünün kim olmağını, nədən ibarət olmağını bilməlidir. Seyyid İmadəddin Nəsimi deyirdi ki, ey özündən bixəbər qafil oyan. Həqqə gəl kim, haqq deyil, batil oyan. Deməli, yenə də Quran-ı Kərimdə Hicr surəsi 26-cı ayədə Allah Teala insanın fizik vücuddan olduğunu, Allahın insanı fizik vücuddan xəlq elədiyini söylüyor. Hicr surəsi 26-cı ayə. Sonra Səcdə surəsi 9-cu ayə Allah insana öz ruhundan üfürdüyünü açıqlayır Adəmə. Adəmi yaratdı, bu fizik vücudu xəlq elədi. Hicr surəsi 26-cı ayə. Və yaradılanda insan yaranan kimi bütün Adəmin evladları ana bətnindən çıxan kimi o ruh üfürülür insanın bətninə. Deməli, Səcdə surəsi 9 Allah öz ruhundan insana üfürüb və ancaq Allah öz ruhundan yaratdığı insana üfürür. Digər nə qədər ki məxluqlar yaradıb, Allahın ruhu heç bir məxluqda yoxdur. Mələklərdə də, heç bir başqa yaratdığı məxluqlarda yoxdur. Ona görə də ruha görə insan deyirlər əşrəfi məxluq, yəni məxluqların şərəflisi, ən şərəfli məxluqdur. O nədə üzünü göstərir ruh? Ruh deməli, Müşfiq müəllim, bütün nə ki, bax, insanın biz təxəyyülümüzdə, düşüncələrimizdə nə qədər ki, bütün bu gözəlliklər var, bütün nə qədər gözəl hekayələr, musiqilər, nağıllar, musiqilər eşidirik. Nə ki, həyatda nə qədər bu gözəlliklər var, o ruhun vasitəsilə onları duyuruq, hiss edirik. Və deməli, bu ruhda da Allahın özündə olan ən gözəl nə ki, xüsusiyyətlər var. Allahın özündə olan bütün gözəl
xüsusiyyətləri Allah o ruha qoyub. 19 qrup deməli həslətlər, yəni gözəlliklər ruhda. Və buna görə insan bütün Allahın yaratdığı digər məxluqlardan üstündür və Allahın ən gözəl əsəridir. Hə. Deməli, Məhəmməd Füzuli deyir ki, mənə manənd bir divanə surət bağlamaz güya. Deyir, mənə manənd bir divanə surət bağlamaz güya. Qələm sındırdı təsvirim çəkəndən sonra nəqqaşım. Deyir, mənə bənzər bir divanə, yəni bir sevən, aşiq olan, divanə olan bir məxluq, bir surət yaratmadı. Niyə görə? Həmən bax o ruha görədir. Deyir, qələm sındırdı təsvirim çəkəndən sonra nəqqaşım. Məni, yəni qələm aciz qaldı. Qələm aciz qaldı. Yəni özünə Allah insanı yaradanda əhsən deyir. Görün, yəni insan ona görə Nəsimi deyirdi ki, ey özündən bir xəbər qafil oyan. Yəni özünü bilsə hər bir insan belə sevindiyindən bəlkə də ürəyi partlayar, ölər. Amma çox əfsuslar olsun ki, elə deyirəm, bu yayındırıcı şeylərə meyl edir və araşdırmır. Ruhdan başqa bu insanın, bu fizik bədənin içində daha bir vücud var, ikinci vücud. Deməli, onun adı var. Məsəl üçün, nəfs, biz deyirik nəfs. Siz demə, o nəfs, məsəl üçün, biz deyirik ki, nəfsin qulu olma, nəfsi və uyma filan. Nəfs hiss deyil, duyğu deyil. Siz demə, o nəfs, o da bir vücuddur. Yəni, bu fiziki bizim vücudumuz kimi, biz bunun içində deməli daha incə materiyadır. İncə materiya, bəli, çox gözəl dediniz. İncə materiya, deməli ruh da vücuddur, nəfs də. 3 materiya oldu. 3 materiya var. Baxın, çox möhtəşəm və çox maraqlı məsələ. Deməli, eyni ilə bax bu bizim bu fiziki vücudumuzun kopyası. Bənzəri kopi, eyni ilə bunun bənzəri. Güzgüdən misal üçün biz baxırıq. Necə görürük ya misal üçün də. Elə bil ki, elə öz sən o ruhundur və yaxud ki, nəfsin. 2 vücud. Nəsimi niyə görə deyirdi ki, məndə sığar 2 cahan, mən bu cahana sığmazam. Gövhəri la məkan mənəm, kövn məkana sığmazam. Deməli, həmən o 2 vücud, ruh, Allahın üfürdüyü insana ruh və bir də ki, nəfs. Bunlar da, onların da öz aləmi var. Ruhun, deməli, əmr aləmi deyilən bir aləm var. Necə ki, bu fiziki vücudumuzun aləmi buradır, siz dediyiniz kimi bu materiyadandır. Torpaqdan, bəli. Torpaqdan, bu materiyadan fiziki vücudumuz. Ruhun da aləmi, əmr aləmi deyilən bir aləmdir. Orada bir kainatdır. 7 qatdan ibarət bir kainatdır. Təsəvvür edin ki, fiziki, bizim bu aləm ki var, fiziki vücudumuz ki, bura aiddir, bu materiyadandır. Bu bir, bilirsiniz ki də, bilirik ki, sonsuz kainatdır, galaktikalar, planetlər, günəş sistemi, sistemlər, günəşlər, bəli, günəşlər, yəni sistemlər bir galaktikada milyard, 100 milyard hətta da deyirlər ki, günəşlər var. Və 100 milyard galaktikalar. Bu dəhşətdir. Ağla sığmır, sonsuzluq. İndi eləcə də həmən ruhun da öz bir kainatı var. Əmr aləmi deyilən 7 qat. Nəfsin də həmçinin. O da elə bir sonsuzdur. O da bəli. Deməli, 3 aləm ümumiyyətlə deyir. Biz deyəndə ki, deyir, Elhamdülillahi Rabbil aləmin deyir ya. Aləmlərin Rabbi. Deməli, aləmlər 3 aləm var. Bir bu aləm, zahiri aləm bizim bu kainat. Bir qeyb aləmi deyilən bir qeyb aləmi. Qeyb bizim üçün görmədiyimiz o cinlərin aləmidir. Bir də var əmr aləmi, bizim o ruhumuza aid olan aləm. Ruh Allahın əmrindədir. Ruh Allahın əmrindədir, bəli. Və əmr aləmi də deyən
deyilən bir aləm var ki, 7 qatdan ibarət. Deməli 3 aləm və 3 də ziddi. Allah da hər şeyi ziddi ilə yaradır. Deyir, biz hər şeyi taraz deyirik elə. Cüt və zidd bir-birinə zidd. Bu aləmlərin də ziddi var. Məsəl üçün bu nəfsimiz ruhun ziddidir. Yox. Bəli, nəfslə ruh bu vücudun içində, fiziki bədənimizin içində bütün pozitiv hər şey ruhdadır. Pozitiv bütün gözəlliklər, Allahın özündə olan gözəlliklər ruhdadır. Bütün negativ, heyvani tərəf. Bütün negativ, bütün pis şeylər nəfsdədir. Deməli 19 qrup gözəlliklər, bütün Allahın özündə olan bütün ən ali xüsusiyyətlər, gözəlliklər ruhdadır. Tam onun ziddi əksi, bütün negativ, bütün o xəstəliklər nəfsdədir. İndi təsəvvür edin ki, bu fiziki vücudun içində bir-birinə zidd bu iki vücud daima mübarizədədir. Daima mübarizədədir. Ruh da həmişə Allaha can atır. Amma nəfs isə tam tərsinə o istəmir onu. Nəfs bu dünyadan yapışır. Ona görə Ramazanda nəfsimizi sanki cilovlayırıq ki, ruhumuz inkişaf etsin. Bəli, indi Müşfiq müəllim, əsas məsələ burada, ən əsas məsələ nədir? Deməli, bunların mübarizəsinin sona yetməsi üçün, mübarizələrinin dayanmağı üçün əsas bir məsələ var. O açar. Ən məsələ, əsas məsələ. Deməli, siz deməli, bu ruh, Allahın insana üfürdüyü ruh əmanətdir və bu insan bunu, bu ruhu, bu dünya həyatını yaşarkən, bu dünya həyatında ikən, ölmədən öncə o ruhu Allaha qaytarmalıdır. Qaytarmağı diləməlidir, istəməlidir. Və deməli, baxın, Məhəmməd Füzuli deyirdi ki, o məşhur bir şeirində, indi bunu insan bilməyəndə onlar şifrə kimi, kod kimi deyirsən, amma anlamırsan ki, bu nə demək istəyir. Ümumiyyətlə, bütün irfan şairləri, bizim klassik ədəbiyyatımızın gərək bunu bir bayaq dediyimiz kimi quş dilidir, bunu Süleyman bilir. Və o həyatda sənə əgər o kamil mürşidi kamil rast gəlməsə, açıqlamasa sənə o şeyləri, sən heç vaxt onu nə Nəsiminin dediyini anlaya biləcəksən, nə Füzulinin, nə Nizaminin. Deməli, həmən bu ruhu Allah həyatda ikən insandan geri istəyir, ona qaytarmağımızı istəyir. Və siz demə, ruh bədəndən çıxanda insan ölmür. İstədiyi vaxt bədəni tərk edir, istədiyi vaxt qayıdır, insan bunun fərqində deyil. Və o birisi ikinci vücud, nəfs, deməli, 3 halda bədəndən çıxır. İnsan yatanda, yuxuya gedəndə, huşunu itirəndə, özündən gedəndə deyir və bir də ki, vəfat eləyəndə. Klinik ölüm keçirəndə. Klinik ölüm. Deməli ki, ruh da, nəfs də bədəndən çıxırsa insan sağ olanda hələ. Bildiniz, ruh istədiyi vaxt çıxır və qayıdır. Nəfs isə 3 halda. Yatanda, huşuvu itirəndə və vəfat eləyəndə. Deməli, Müşfiq, ona görə də insan mütləq, bax, bu peyğəmbərlərin, bütün imamların, övliyaların dediyi məsələni, əsas məsələni hər bir insan bunu mütləq olaraq bilməlidir. Niyə? Çünki növbəti mərhələyə keçid və gözəl həyatın başlanğıcı buradan, bu nöqtədən başlayır. Hansı nöqtə? Bunu biləndən sonra insan, bəli, mən bildim ki, deməli, bu ruh, Allahın üfürdüyü ruh, deməli, bədənimdən çıxanda, deməli, mən ölmürəm. Allah bunu həyatda ikən məndən geri istəyir. Deməli, Quranda 12 dəfə, 12 dənə surədə bu Allahın əmridir.
İndi mən onları istəmirəm, biraz uzun çəkər surələri demək. Məhəmməd Füzuli məşhur qəzəlində deyir ki, canı canan diləmiş verməmək olmaz ey dil. Nə niza eyləyəlim, ol nə sənindir, nə mənim. Deməli, baxın, şərq ədəbiyyatında Allaha müraciət canan olaraq Allaha müraciət olunur şərq ədəbiyyatında. Yar. Bəli, yar. Yar da, yəni yaradan. Baxın, o həm də yaradan və yardım edən. Yəni yaradan ya deməli canan da canlandıran, can verən. Canan, canlandıran və can verən. Ona görə də şərq ədəbiyyatında bütün tasavvuf şairləri, ürfan şairləri Allaha canan deyərək müraciət ediblər. Füzuli deyir ki, Məhəmməd Füzuli buyurur ki, canı canan diləmiş verməmək olmaz ey dil. Can ruhdur. Yəni can deyəndə ruh nəzərdə tutulur. Canan Allah. Deyir ki, canı, yəni ruhu canan diləmiş, Allah əmr eləmiş. Quran-ı Kərimdə 12 dəfə Allah əmr eləyir. Canı canan diləmiş, ruhu canan Allah diləmiş, əmr eləmiş, diləmiş ki, canı canan diləmiş verməmək olmaz ey dil. Deyir ki, dil, həmin o nəfs ki, o birisi vücud var. Dil deyəndə dil, o nəfsin qəlbi nəzərdə tutulur. Ürək deyil, hə? Dil. Dil ürək demək deyil burada. Bəli, dil. Deməli, dil deyəndə məhz deyirik ki, qəlb. Bax, qəlb deməli, siz deməli o nəfsin içindədir. Fiziki vücudumuzun bu ürəyi, bu ancaq qan pompalayır. Motordur, bəli, motor. Amma o duyğu mərkəzi, bütün mənəviyyatla bağlı olan hər nə varsa, o məhz qəlb. İndi baxın, indi bu nəfsində nə qədər unikal bir vücud olduğu məsələsi də var burada ki, deməli, nəfsin baxmayaraq ki, içi bütün o negativ şeylərlə doludur, nifrət, kin, kudurət və bütün negativ hər şeylə. Amma buna baxmayaraq, nəfs özü-özlüyündə pis deyil. İki yönlüdür. Nəfs də iki yönlüdür. Yəni, onun gözəlliyi duymağı da var. Çox incə bir şeydir ki, bu ümumiyyətlə insan gözəlliyi təkcə ruh duymur. Bəli. Ruh tam gözəllikdən ibarət. Elə bil ki, bilirsiniz, insanın içində hər bir insanın içində Allahı təmsil edən, elə bil ki, belə götür, peyğəmbər var. Belə götürək. Allahın elçiliyi. Allahın elçiliyi. Nəfs, bir şey dediyimdə deməli, nəfs insanın zatıdır. Məhz bizim deməli özümüz, deməli bizim zatımız, şəxsiyyətimiz məhz o nəfsdir. Nəfs deməli siz deməli bizim özümüzük. Bizim şəxsiyyətimiz. İdentifikasiyamız. Bəli. Deməli indi bu qəlb məsələsi də var. Qəlb deyəndə biz qəlbdən bir şeyi qəlbdən eləmək lazımdır. Ürəkdən eləmək deyəndə o nəfsin qəlbindən gedir söhbət. Deməli, dil, ədəbiyyatda da şərqdə deyirlər dil, yəni qəlb. Füzuli deyir ki, canı canan diləmiş verməmək olmaz ey dil, ey nəfs, yəni. Və insan da bu gözəlliyə meyl elədikcə həyatda, araşdırdıqca, aradıqca, o bayaq dediyimiz kimi o keşməkeşlərdən, o eniş yoxuşlardan keçə-keçə əgər davam edirsə, axtarırsa, həmin o qəlbində, nəfsin qəlbində xeyir toplanır. Xeyir. Və bir gün Allah Teala ona bir mürşid-i kamilə rast gətirir və artıq o susuz olur. Onu bilirsiniz, sən artıq onu çoxdan hazır. Şərqdə ümumiyyətlə belə deyirlər ki, tələbə hazır olunca müəllim yanındadır. Bəli.
Yəni onu axtarmaq lazımdır. Axtarmaq lazım. Bizim işimiz də onu sənə vermək. Əgər sən hazırsansa, o onun artıq Bəli. yanındadır. Bəli, bəli. Deməli, düşünürəm, bu nəyə görə həyatda ikən Allah öz verdiyi ruhu, üfürdüyü, insana üfürdüyü ruhu Əmanəti geri istəyir. Niyə görə? Çünki o nəfs ki, bütün negativ hər şey ki, nəfsdədir, ruhu Allahın əmanətini Allaha qaytarmağı diləyəndə insan Allah hərəkətə keçir. Və Allah və iradə məsələsiymiş mənim. Çox deməli bu Allah insana ağıl ki verib, ağıl və iradə məsələsi. Və iradə çox müqəddəsdir Allah üçün. Çox deməli o deyirlər ki, Allahın dində zor yoxdur. Ümumiyyətlə Allah istəyir ki, Allah insana iradə verir, sərbəst iradə verir, sərbəst seçim verir. Və bu çox incə məsələdir. Məsəl üçün, insanların o təbii ki, yaxşı düşünməyən, dərindən düşünməyən, safçülük eləməyən kəslər deyirlər ki, əşi Allah istəsə belə eləyər də, nöşməni belə, məni belə elədi, aynə bilim, məni belə vəziyyətə saldı filan. Doğrudan maraqlıdır. Amma belə deyil də, o ağıl verib Allah və iradə. Hər kəsə də Allah, hər kəsi də özü bilir ki, necə aparır. Hər bir kəslə ayrıca məşğuldur Allah. Təbiətinə uyğun. Təbiətinə uyğun. Deməli, heç kəs də heç vaxt deyə bilməz ki, mən bilmədim, mən anlamadım. Hər kəs araşdırıb, əslində araşdırıb tapa bilər və araşdırmalıdır və axtarıb tapmalıdır mütləq həqiqəti. Eləmirsə, o özünü qınasın. Bu həqiqəti tapmaqda mənəviyyat və mərifət əldə etmək kimi bir məsələ var sufizmdə. Məsələn, elmdə belə bir şey yoxdur da. Elmdə oradakı həqiqəti tapmaq üçün sən elə xudbin də qala bilərsən, egoist də ola bilərsən. Nə bilim, Nobel mükafatından ötürü bir-biri ilə boğuşa da bilərsən. Hətta Epstein siyahılarından da biri görsə elə bir böyük alimlərin adı çıxır, dünyaca məşhur alimlərin. Yəni, demək ki, orada mənəviyyat həqiqətə keçid olaraq şərt deyil. Amma ilahi həqiqəti dərk etmək üçün mütləq mənəviyyatı təmizləməklə məşğul olmalısan. Müəllim də o yolda adamın qarşısına çıxır yəqin ki. Bəli, bəli, çox gözəl dediniz. Və ona görə də deməli, bax, həmən buna görə, məsəl üçün, möminlərin əmiri Həzrəti Əli buyururdu ki, elm bir nöqtədir, bilməyənlər onu eləyirlər dairə. Baxın, onlar burada ilişib qalırlar da. Yəni, o ilahi mənəviyyata tam... Yəni, bircə şeydə onu çoxaldırlar mənasız olaraq. Onlar, məsəl üçün, daha çox bu elmlərə, siz dediyiniz... Çox qəribədir, Konfutsiyada da buna bənzər fikir var. Deyir ki, balalarım, elə bilirsiniz, mən çox şey bilirəm. Yox, məndə hər şey bir oxa keçirilmiş vəziyyətdədir. Bir ox da eləsində bir nöqtədir də. Bir nöqtədir və bunlar hamısı, əslində, baxın, Konfutsiyada, Sakrat, nə bilim, bütün o Budda, bunlar hamısı o əsas məsələlər. Böyük bilik adamlar. Yəni, bunların çeşmələri eynidir. Bulaqları eynidir. Həmən o, baxın, bütün peyğəmbərlərin dediyi o mahiyyət, bunlar da onu deyiblər, yaşayıblar. Deməli ki, şükürəm, əsas məsələyə. Deməli, bu ruhu, Allahın bizə üfürdüyü o ruh ki var, bütün gözəlliklər, bütün pozitiv hər şey ki ruhdadır, Allahın özündə olan şey. Nəfs isə onun ziddidir, bütün negativ hər şey nəfs. Deməli, Allah ona görə o ruhu ona qaytarmağımızı istəyir ki, bu nəfs başlayır təmizlənməyə. Nəfsdə olan negativ nə ki şeylər var, kin, kidurət, nifrət, xəyanət, xainlik və 19... Şəhvət, bəli, şəhvət, təkəbbür. 19 qrup.
bütün o negativ şey, bunlar başlayır təmizlənməyə. Ruh təmizləyir onu. Deməli, yox, Allah təmizləyir. Necə? Allah o ruhu ki, əmr eləyir ki, ey insan, həyatda ikən sən bunu mənə qaytarmalısan. Bütün peyğəmbərlərin də dediyi, bax, bu əsas məsələ budur ki, gəlirlər insanlara bunu çatdırırlar. Ki, sən üç vücuddan ibarətsən və səndə Allahın öfürdüyü ruh var, əmanət. O Allahın əmanətidir, onu həyatdaykən Allaha qaytarmalısan. Və burada deməli nə olur? Deyir, niyyət, Allah Teala deyir ki, Quranda, əməldən üstündür. Niyyət əməldən, yəni əsas niyyət də, baxın, ən gözəl niyyət, Hüseyn Caviddə Peyğəmbər əsərində, Hüseyn Cavid Peyğəmbər əsərində Peyğəmbərin dili ilə, onlar hamısı bax, əsas bu məsələni biliblər. Peyğəmbər əsərində Hüseyn Cavid əfəndi deyir ki, məncə dünyada ən sevimli dilək ona qoşmaq, onunla birləşmək. Peyğəmbərin dilindən. Deməli, niyyət, Allah deyir ki, mənə o ruhu insanın öhdəsinə düşən, deyir, ey insan, sən bir dənə onu məndən diləyəcəksən, məndən istəyəcəksən. Qalanı isə, bax, incə məsələ, əsas məsələ budur. Qalanı isə mənə aiddir, sənə aid deyil. Sən insandan sadəcə olaraq o Allaha o ruhu qaytarmağı diləmək bir çox sadə Allaha müraciət eləyər, insan deməlidir ki, sənə sonsuz həmd və şükürlər olsun, ay Allah, mənə də bu həqiqəti çatdırdın, bu mütləq həqiqəti. Mən də mənə üfürdüyün ruhu həyatda ikən ölmədən öncə sənə qaytarmaq istəyirəm. Mən də sənin dostlarından biri olmaq istəyirəm. Bunca səninki dostların olub, övliyalar, başda peyğəmbərlər olmalı. Mən də onlardan biri kimi olmaq istəyirəm. Nə olur ay Allah, mənim də ruhumu özünə qovuşdur. Bunu qəlbdən müraciət, təbii ki, bilirsiniz necə? Müəllim, safçürük eləməlidir bir müddət insan. Bu incələdikcə, safçürük elədikcə birdən anlayırsan ki, mütləq bu baş verir. Birdən bunu Ruslar azareniya deyirlər. Birdən işıq gəlir, sən bunu düşünürsən bir müddət. Birdən görürsən ki, o insanın mayasında, o proqramında, o proqramında var, bu fitrətində var. Və birdən sən bunu anlayırsan ki, bəli, bu 100% belədir və adama bir qəhər gəlir. Belə sevinç, dəhşətli sevinclə bir qəribə bir belə qəhər gələnir adam ki, sevincdən adam istər-istəməz o diləyi eləyirsən. O Allaha o ruhu qaytarmağı diləyirsən ki, deyirsən, ay Allah, mənim də ruhumu həyatdaykən mən də istəyirəm sənə qaytarım, özünə qovuşdur. Mən də sənin dostlarından biri olmaq istəyirəm. Və nə baş verir? Onu verəndə nə baş verir? Deməli, biz ki, Allaha müraciət eləyəndə insan, Allah hər an, hər saniyə təbii ki, bizə deyir, şax damarımızdan yaxındır da. Və bunu istəyir bizdən. O sərbəst iradəmizlə, ağlımızla bunu safçürük eləyib və iradəmizlə Allah istəyir ki, biz qərar verək. Bunu gözləyir və bunu ki, biz qərarı verəndə Allah hərəkətə keçir, dərhal. Hərəkətə keçir. Bu fiziki vücuddan, buradan şərh edir, bir əməliyyat aparır. Bu fiziki vücuddan həmin o nəfsin qəlbinə nur yolu açır Allah. Həmin deməli, qaranlıq ki, 19 qrup afətlər, yəni bütün negativ şeylər, xəstəliklər ki, nəfsdə var. Allah nur yolu açır, fiziki vücuddan nəfsin qəlbinə nur yolu açır və Allahın qatından fəzl nurları ora dolmağa başlayır.
Başlanğıcda rəhmət 2% rəhmət nuru. O nəfsin qəlbinə 100%, baxın nəfsin qəlbi 100% qaranlıqdır. Ruh tam 100% işıqdır, 100% nəfs qaranlıq. Nəfsin qəlbi 2% rəhmət nuru Allahın qatından Allah rəhmət nurunu göndərir. 2% nurlanır nəfsin qəlbi. Və sonra Allah öz bugün təyin elədiyi o mürşidi kamil kimdirsə, hər dövrdə olur o övliyalar. Onu sənə göstərir Allah. Sizə onu göstərdi. Şükürlər olsun Allaha, bəli. Bəli. Baxın, indi Burada yaşayır Azərbaycanda. hal-hazırda burada deyil, hal-hazır. İndi əsas məsələ nədir? Burada mənim. Baxın, ona görə deyir ki, bütün peyğəmbərlər başda olmaqla bütün övliyalar, sufilər, bunlar deyir, bunların dəvəti Allahadır. Baxın, dini xadimlər var, əksəriyyəti. Bunların dəvəti nədir? İbadətə. Böyük fərqdir bu. Amma onlar peyğəmbərlər, sufilər birbaşa Allah. Allaha dəvət edirlər. Baxın, bunu gəlib deyirlər ki, Allah Mövlana Cəlal Mənə səni gərək səni. Mənə səni gərək, bəli, Yunus Əmrə, mənə səni gərək. Deyir, əhli dünya dünyada, əhli üqbada, hər biri bir sevdada. Yunus Əmrə deyir. Bana Allahım gərək. Bu Allahın deməli bütün səmavi müqəddəs kitablarda qoyduğu bir möhtəşəm, çox gözəl və ədalətli bir sistem. Yəni baxın, hər kəs araşdırmalıdır. Bu iradəyə, Allahın dində zor ki olmadığı məsələsi o qədər ədalətlidir ki, dərindən düşünəndə. Çünki hər kəs özü araşdırmalıdır və Allah hər kəsin içinə də qoyub onu. Və mütləq araşdırsa onu tapacaq və biləcək onu, anlayacaq və mütləq Allaha yönələcək. İsa Peyğəmbər deyirdi, axtarın və mütləq tapacaqsınız. İsa Peyğəmbər var. Deməli, mənim, insanın öhdəsinə düşən sadəcə ancaq bax bu diləyi eləmək, Allaha qovuşmağı diləmək. Eyüp bəy, bizim söhbətimiz çox maraqlı keçir. Siz də öz təcrübənizi, ruhani təcrübənizi bölüşürsünüz. Amma bizim zamanımız təəssüf ki, məhduddur. Nətərsə bu dəfəlik biz bunu yekunlaşdırmalıyıq. Deməli, Müşfiq müəllim, çox sağ olunuz. Bu deyirəm ki, bu həmsöhbət əsas önəmli, çox önəmlidir. Kimlə danışır? Hər kəslə söhbət eləmək olmur, açılmır insan özdə. Xüsusilə ki, təbii ki, belə bir mövzuda o bilirsiniz, yəqin ki, Diogen olub o filosof olub. Filosof. O da deməli o deyirdi ki, gündüz günorta vaxtı çıraqla adam axtarır. Gündüz bazarda özdə. Adamın gür yerində. Və yaxud ki, məsələn Füzuli nə deyirdi? Deyir, dərdi çox, həmdərdi yox, düşmən qəvi, talih, zəbun. Bir də dust pipərva, fələk bir rəhmi dövran bir sükun. Dərd çox, həmdərdi yox, talih, düşmən qəvi, talih, zəbun. Ona görə də çox sağ olasınız, çox sağ olasınız Müşfiq müəllim. Mən sizi çox maraqlı bir tərəfdən kəşf elədim əslində bu söhbətdə. Heç düşünməzdim ki, sizin bu qədər təsəvvüflə bağlılığınız, bu ruhaniyyət aləmi ilə bir özünə məxsus təcrübəniz və görümünüz formalaşıb. Elə bilirəm ki, bizim izləyicilər üçün də bu çox maraqlı olacaq. Amma təbii ki, söhbət bitə bilmir bu ilə. Biz inşallah ki, bir də sizlə görüşərik. Mən böyük məmnuniyyətlə, Müşfiq müəllim, çox təşəkkür edirəm sizə. Var olun gəldiyiniz üçün. Siz var olun, siz sağ olun, çox sağ olun. İzləyicilərimizə isə gələn görüşlərə qədər deyirəm. Sağ olun.